Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 16 mart tarixində ikinci qruplar üçün məhz dövlət sınağı həyata keçirilmişdir ki, gəlin tarix suallarını izah ilə tanış olaq. Birinci sualımız Franklin Delano Rooseveltin hakimiyyəti dövrünü xarakterizə edirdi. Dövlətin iqtisadiyyatı tənzim etmə siyasətinin imtina edilməsi yox, tam əksinə dövlət iqtisadiyyat üzərində nəzarətini artırır. Ölkədə ilk dəfə iqtisadi böhranın baş verməsi. Məhz 1900-1903-cü illərdə də dünya böhranı baş vermişdi, iqtisadi böhran olmuşdu. Hətta Roosevelt böhrandan çıxardır. Amerika onsuz da 20-ci əsrin əvvəllərindən etibarən kapital ixrac eləyirdi. Qadınlara seçki hüququnu verməyə cəhd göstərir, hansı ki Woodrow Wilson. İqtisadiyyat üzərində dövlət nəzarətini gücləndirmişdi Franklin Delano Roosevelt. Qeyd edim ki, 3-cü qrupların da məhz sınaq izahı kanalımızda yerləşdirilibdir ki, yuxarıdakı linkə keçid edərək həmən o test izahı ilə də tanış ola bilərsiniz. Eramızdan əvvəl 1-ci əsrdə olan hadisələr Pompeyin Albaniya yürüşü elə eramızdan əvvəl 1-ci əsrdə idi. Qotların Roma ərazisinə yürüşləri xalqların böyük köç dövründədir, yanlışdır. Qədim Romanın paytaxtının Bizant şəhərinə köçürülməsi bizim eranın 330-u və Spartakın başçılığı ilə üsyan, məşhur Kapiya üsyanı eramızdan əvvəl 1-ci əsrə təsadüf edir ki, Pompey və Kras tərəfindən yatızdırılmışdı. 1-4 B variantı olur. 3-cü sual doğru cavab lazımdır. Şeyx Üveys 1359-cu ildə Təbrizi tutur və bununla da Azərbaycanın böyük bir hissəsi Cəlalilər tərəfindən ələ keçirilir. Canıbəyin yürüşü 1357-yə təsadüf eləyir ki, Hülakülər dövlətinin süqutu ilə nəticələnir. 1-2 doğrudur. Əmir Teymurun Şirvana qoşun yeritməsi ilə demək İbrahimin taxta çıxması ilə əlaqəsi yoxdur. İbrahim 1382-ci ildə taxta çıxmışdı. Məhz Huşəngin devrilməsindən sonra o 86-da Əmir Teymur Azərbaycana hücum edir. Və bu doğru fikirdir, hansı ki Toxtamış 1385-ci ildə yürüş etməsinə baxmayaraq Teymurun 3 illik yürüşü zamanı ölkəmizi tərk edib gedir. Terek döyüşü isə 1395-də baş verib, lakin Qızıl Ordu dövləti 16-cı əsrin əvvəllərində süquta uğramışdı. Demək, doğru cavabımız burada 1-2-4 E bəndi oldu. 4-cü sualımıza nəzər yetirək. Hansı ki 4-cü sualın 19-cu əsr Azərbaycan tarixinə aiddir və qeyd edeyim ki, istər 2-ci, istərsə 3-cü qruplarımız üçün tarix sınaq qruplarımıza qeydiyyatımız davam edir. Hər il məhz yüzlərlə abituriyentin faydalandığı və imtahanlarda yüksək nəticə əldə etdiyi sınaq qrupumuza qoşulmaqla sizlər də gələcək qəbul imtahanlarında istər 1-ci, istərsə 2-ci şans imtahanında məhz tarixdən nəticənizi yüksəldə, hansı ki mövzular üzrə hansı bölmələrdə çətinliyiniz, boşluğunuz varsa onları aradan qaldıra bilər. Dövlət İmtahan Mərkəzinin qəbul testlərini, sınaqlarını, model testlərini və digər önəmli yüzlərlə test tapşırığını bizimlə işləyərək düzgün cavabları ilə, düzgün izahları ilə tanış olaraq imtahan haqqında təsəvvür formalaşdıra, təcrübənizi artıra və özünüzü inkişaf elətdirə bilərsiniz. Bunun üçün qeyd elədiyim nömrə ilə əlaqə saxlayın. 4-cü sualda da deməli, Çar Rusiyasında zadəgan övladları istisna olmaqla digərləri hərbi xidmətə çağırılmırdılar. Hansı ki 1887-ci il hərbi vergidən söhbət gedir. Çar hökuməti bu siyasəti yürütməklə nəyə nail ola bilərdi? Hansı ki onlar Azərbaycanlıların hərbi işi bilməməsini istəyirdi. A variantı ilə doğrudur. Yerli əhalinin orduda xidmətdən imtina etmək tələbini həyata keçirmiş oldu. Belə bir tələbimiz yox idi bizim. Köçəri kəndləri oturaq həyata keçməsinə cəhd göstərdilər, əlaqəsizdir. Yerli mülkədarları Çar hökumətinin dayağına çevrilməsi yolunda ilk addımını atdılar. Bu 1846 dekabr reskriptində idi və özünün sosial dayaqlarını sarsıtmış oldu. Yanlışdır, o sosial dayaqlarını möhkəmləndirmək üçün köçürmə siyasəti həyata keçirilirdi və digər tədbirləri. Birinci Dünya müharibəsi illərində Şimali və Cənubi Azərbaycan tarixinə aid ümumi cəhət, muxtariyyət uğrunda mübarizə həm şimalda, həm cənubda var. Cənubda Xiyabaninin başçılığı ilə idi, şimalda isə məhz ziyalılarımızın rəhbərliyi elədiyi muxtariyyət uğrunda mübarizə Mart soyqırımından sonra müstəqillik uğrunda mübarizə ilə əvəz olunmuşdu. İngilis qoşunlarının ölkəyə daxil olması belə ki, General Densterberlinin başçılığı ilə ingilislər Bakı şəhərinə 18-in avqustunda, Cənubi Azərbaycana isə ingilislər məhz 17-ci il fevral Burja inqilabından sonra, yəni Rusların Cənubi Azərbaycanı tərk etməsindən sonra daxil olmuşdular. Milli hökumətin təşkili şimala aid eləyə bilərik. Belə ki, 18-28 may tarixində şanlı cümhuriyyətimiz formalaşmışdı, yaranmışdı. Lakin Cənubda isə Xiyabani hökuməti 20-ci ildə yaranır. Yəni müharibənin başa çatmasından sonraya təsadüf eləyir. Müharibə çünki artıq 18 noyabrın 11-də başa çatmışdı. Demək,
Osmanlı qoşunlarının ölkəyə daxil olması 18-ci ildə məhz istər Şimali Azərbaycan torpaqlarında var idi Osmanlı qoşunları, onlar Mudrus müqaviləsi ilə tərk edirlər torpaqlarımızı. İstərsə də Cənubi Azərbaycanda var idilər. Sarıqamış döyüşündən sonra onların mövqeyi zəifləmişdi, amma cənubda mövcudluqları var idi. Sovet ordusu tərəfindən tamamilə işğal edilməsi hər ikisinə aid yanlış fikirdir. 1, 2, 4 burada da cavabımız oldu 5-də C. 6-ya baxaq Azərbaycan SSR-də hərbi kommunizm və kollektivləşdirmə illərinə aid ümumi cəhət. Kəndlərin öz əməyinə marağı itir, elə A variantı doğrudur. Belə ki, istər hərbi kommunizm dövründə fərdi kəndli təsərrüfatları sıxışdırılırdı, kəndlərin əməyə marağı azalırdı, istərsə kollektivləşdirmə dövründə məhz Azərbaycan kəndlisinə yad olan kolxoz quruculuğunun baş verməsi onların əməyinə marağının azalmasına gətirib çıxarmışdı. Azad ticarət icazə verilməmişdi hər ikisinin dövründə. Fərdi kənd təsərrüfatı yenidən bərpa edildi, qeyd eləmədik bunu. Həmçinin qolçomaqların xüsusi çəkisi artır, ərzaq vergisi tətbiq olunur. Bunlar da YIS dövrünə aid idi. 7-ci sual nəzərə yetirək. Qədim Çin tarixinə aid deyil. Hansı kəndli və qul üsyanları var? Qırmızı qaşlı, sarı sarıqlıları nümunə verə bilərik. Vuruşan padşahlar, həmçinin Romalılar Çinə hücum etməyiblər. Arilər Hindistana yürüş eləyiblər. Həmçinin o müdafiə səddi, Böyük Çin səddi Hunlara qarşı tikilmişdi. Xan sülaləsi yox, Sin sülaləsinin dövründə Çin torpaqları vahid halda birləşdirilmişdi. 3, 4, 5 D variantı olur burada cavabımız. Xəritədə ərazisi ulduzla işarələnən İngiltərə və Osmanlıdır. İngiltərə və Osmanlının 17-ci əsr tarixinə aid ümumi xüsusiyyət. Bunu digər sınaqda da təbii ki bu sual var idi. Orada da qeyd eləmişdim. Bax biz bu sualı sınaq qrupunda işləmişdik abituriyentlərlə. Səfəvi dövləti ilə müqavilənin imzalanması belə ki, İngilislər əbədi dostluq müqaviləsini 1621-də Şah Abbasla imzalayırlar Stuartlar. Osmanlıda ilə yenə Şah Abbasın nümunə verə bilərik. Mərənd müqaviləsini imzalamışdı 1612-ci ildə 2-ci İstanbul. Hətta Qəsr Şirin də deyə bilərik. Nə onların bu dövrdə Fransa ilə, nə Rusiya ilə qeyd eləməliyik və yaxud da 7 illik müharibə 1756-63-ü əhatə edir. Şimal müharibəsi isə Rusiya İsveç arasında olmuşdu və tərəflərdən İngiltərəni və Osmanlını demək doğru olmaz. Demək, 9-cu suala baxaq. Azərbaycanda Ali Monqol xaqanlığının canişinlərinin hakimiyyəti dövründə həyata keçirilən siyasətin mahiyyəti nədən ibarət idi? Belə ki, məhz Hülakülər dövlətində də Qazan xana qədər Monqolların keçirdiyi siyasətin əsas mahiyyəti bundan ibarət idi ki, onlar yerli feodalları köçəri Monqol əyanlarından asılılıqlarını gücləndirirdilər. Yəni, köçəri tayfalar daha üstün hesab olunurdu. Yerli tayfalar köçərilərdən asılı vəzifə salınırdı. Ancaq Qazan xan isə bunun tam əksini eləyir. O, yerli feodalları, yəni bizim əhalimizə arxalanır, köçəri Monqolları, yəni öz tayfasından olan, öz sülaləsindən olan həmin o öz başınalıq eləyən Monqollara qarşı mübarizə aparır. Burada imtahanda demək, D variantını yazan abituriyentlərin sayı çox olmuşdu, lakin yerli feodallara torpaq sahələrini əldə saxlamaq üçün qəbalə yox, yarlıq verilirdi. Yarlıq icazə kağızı verilirdi. Qəbalə Ərəb ağalığı dövründə paylanan bir icazə sənədi olmuşdu. Digər variantların onsuz izahını verdik. Verilənlərin hər ikisi aiddir. Belə ki, o Gürcüləri məğlubiyyətə uğratmışdı və 1-ci Aksitanın hakimiyyətə gəlməsinə köməklik etmişdi. Söhbət məhz Şəmsəddin Eldənizdən gedir. Mir Mövsüm Nəvvab tərəfindən Üsul-i Cədid məktəbinin əsasının qoyulduğu şəhər. Qeyd edim ki, Üsul-i Cədid məktəbləri 19-cu əsrin ikinci yarısından etibarən istər Şimal, istər Cənubi Azərbaycanda fəaliyyətə başlamışdı. İlk dəfə Seyid Əzim Şirvani tərəfindən Şamaxıda yaradılmışdı, Bakıda yox idi, Naxçıvanda var idi, Gəncədə qeyd olunmur. Ancaq Şuşada məhz Mir Mövsüm Nəvvab tərəfindən açılmışdı. Yəni cavabımız olur 4 Şuşa ərazisi Üsul-i Cədid məktəbinin Mir Mövsüm Nəvvab tərəfindən açılmasının cavabı. Ərəb xilafətinin tərkibində olduğu dövrə aid deyil Azərbaycanın. Belə ki, orduda xidmətə görə iqta paylanırdı, vəqf var idi. Xürrəmlər onsuz Ərəb ağalığına qarşı olubdu. Əhali 725-də siyahıya alınır. Lakin Dastakert Sasani ağalığı dövründə paylanan torpaq mülkiyyət forması olmuşdu. Baxaq uyğunluğumuza. Osmanlılarla Mərənd müqaviləsinin imzalanması, az öncə bunu qeyd elədik Şah Abbasda. Otluqbeli döyüşündə Osmanlı qoşunlarına məğlub olması Həsəndə 1473-də, Mərv döyüşündə Şeybanilərin məğlubiyyətə uğradıbdır Şah İsmayıl.
Səfəvilər dövlətinin paytaxtını Təbrizdən İsfahana yox, Qəzvin şəhərindən İsfahana köçürdübdür Şah 1-ci Abbas. Siz sadəcə imtahanda D variantını variantlardan çıxmaqla düzgün cavabı müəyyən edə bilərdiniz. Və Osmanlı dövlətinə qarşı Cəlalilər hərəkatından istifadə edən də Şah 1-ci Abbas olmuşdu. Bir də B, 2C, 3A və E bəndləri. Cavabımız oldu E bəndi. 14-ə baxaq. Bu sual da 3-cü qruplarda istifadə olunan sual idi. Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdir Qəznəlilər. Qərbi Roma imperiyası üzərinə yürüş təşkil etmişdi Avropa Hun dövləti. Ərəblərlə uzun müddət mübarizə nəticəsində elə zəifləyən Xəzər xaqanlığı olmuşdu. 14-də cavabımız olur E bəndi. 13-cü əsrdə Aralıq dənizində ticarət birinciliyinin Venesiya və Genuyaya keçməsinin səbəbi nə idi? Belə ki, 4-cü Xalsı yürüşündən sonra Bizansa endirilən zərbədən sonra məhz şərq ölkələri ilə ticarətdə üstünlüyü əldə edir İtaliyanın şəhərləri Venesiya və Genuya Respublika şəhər dövlətləri. Yəni burada Bizansın xaçlılar tərəfindən məğlub edilməsi doğru fikir olur. Iosif Stalinin hakimiyyəti dövrünə aiddir. Sürətləndirmə, aşkarlıq, yenidən qurma kimi konsepsiyaların irəli sürülməsi məhz SSR-nin ilk və son prezidenti, SSR-ni bir növ desək o uçuruma sürükləyən, Şər imperiyasının süqutuna səbəb olan Mixail Qarbaçovdur. Kolxozçulara pasport verilməsindən başlanılması Nikita Xruşovun dövründə idi. Hərbi kommunizm siyasəti Iosif Stalindən əvvəl Vladimir İliç Leninin dövründən etibarən var idi onsuz da. Totalitar idarəetmə sisteminin qurulması doğru fikirdir. Kolxozçulara pensiya sisteminin tətbiqi yenə yanlış fikirdir. Osmanlı Sultanı Orxan Qazinin hakimiyyəti dövrünə aiddir. Dövlətin paytaxtının Bursaya köçürülməsi biri qeyd edə bilərik. Ədirnənin fəthi aid deyil, Muradın dövründə idi. 3 nömrəli variant möhtəşəm 100 il dövründə Fatih Sultan Mehmedin, Səlimin, Süleyman Qanuninin dövrlərinə təsadüf edir. İlk dəfə Sultan da Muraddır. Dövlətin ərazisinin inzibati cəhətdən paşalıqlara və sancaqlara bölünməsi isə Orxan Qazinin dövründədir. 1-5 E variantı olur. 18-ci suala baxaq. 1-ci və 2-ci Qarabağ müharibəsi dövrünə. Zəngilan rayonunu biz 1-ci Qarabağ müharibəsində itirmişdik. Hadrut qəsəbəsini 2-ci Qarabağ müharibəsi zamanı azad etmişdik. Ağdərə əməliyyatı məhz 1-ci Qarabağ müharibəsi dövründədir. Bizim qəhrəmanımız Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq 2010-cu il tarixinə aiddir. Yəni bu nə 1-ci, nə 2-ci Qarabağ müharibəsi dövrünə təsadüf etmir. Gündüz əməliyyatı, məhz Naxçıvan əməliyyatları isə 2018-də olmuşdu. 1AC, 2B, 18-də cavabımız oldu A bəndi. Savalan və Hilat döyüşləri ərəblərlə Xəzərlər arasında 8-ci əsrin 30-cu illərində baş vermişdi. Və belə ki, Xəzər bir döyüşdə, ərəblər isə Hilat döyüşünə qalib gəlmişdilər. Yəni burada doğru cavab D variantıdır. Sadə bir sualdır burada. Demək, 20-ci sualda da 1-ci mətndə hansı ki söhbət gedir qan qohumluğuna əsaslanan birliklərdə yaşamağa başladılar üst paleolit dövründən. 2-ci mətndə isə söhbət gedir ibtidai icma quruluşunun mezolit dövrü mərhələsindən. Mezolit dövrünün üst paleolitdən fərqli xüsusiyyəti nədir? İstehsal təsərrüfatına keçidin əsas qoyulduğu mezolitdə ilə yəni biri qeyd edə bilərik. Qəbil icması oxşar fikirdir. Axirət oxşar fikirdir. Yeni sənətkarlıq sahələri isə hər ikisinə aid deyil. Belə ki, sənətkarlığın əsası onsuz da neolit dövründə qoyulmuşdu. C variantı olur. Yalnız bir burada fərqli xüsusiyyət olur. Keçək digər sualımıza. Mannanın ictimai və dövlət quruluşu üçün səciyyəvi xüsusiyyətlər. Qeyri-məhdud hökmdar hakimiyyətinin olması, hansı ki, hökmdarların fərman və qanunlarının feodalların mənafeyinə uyğun olması fikri yanlışdır. Çünki dövr quldarlıq quruluşu dövrüdür. Vilayət hökmdarlarının, daha doğrusu vilayətlərin hökmdar tərəfindən təyin olunan canişinlər tərəfindən idarə olunması, elə bu, eramızdan əvvəl 740-19-cu illərdə hakimiyyətdə olan İranzunun dövründən etibarən idi. 8-ci əsrdən etibarən hakimiyyət irsi keçirdi, yenə İranzun dövründən söhbət gedir. 5 niyə yanlışdır? Çünki əyalətləri, vilayətlərin idarə olunmasına canişinlər baxırdı və o canişinləri də hökmdar təyin edirdi. Ağsaqqallar Şurasının belə bir funksiyası yox idi. 22-ci suala baxaq. Feodal dövlətlərimizlə bağlı. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri üzməyə başladı Salarilərin dövründən etibarən.
Təbii ki, Dərbəndin ələ keçirilməsi hər üçün aiddir. Məziyyətlər Şirvanşahlar dövlətini idarə edən sülalə olub. Rey şəhərini Samanlərdən alıbdır Sacı hökmdarı Yusif. Mərzban İbn Məhəmməd tərəfindən qanunnamə Salarilərə aid olur. Və 22-ci sualda cavabımız olur 1C, 2D, 3A-yə, demək D variantı. Keçək açıq suallarımıza. 2-ci Rus-Qacar müharibəsindən fərqli olaraq 1-ci Rus-Qacar müharibəsi dövründə 2-ci Rus-Qacar əhatə eləyib 1826-28-i, birincisi isə əhatə eləyib 1804-13-cü illəri. Qarabağ xanlığında xanlıq idarə üsulunun saxlanılması belə ki, 1822-yə qədər, bax bu bizim xanlığımız müstəqilliyini qoruyub saxlayıb. Deməli, ikincidən fərqli olaraq 1-ci Rus-Qacar müharibəsi dövründə Qarabağ müstəqilliyini qoruyub saxlaya bilmişdi. Yəni, biri biz düzgün cavab kimi qeyd edə bilərik. Müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpa edilməsi. Qeyd edim ki, Gəncə xanlığı 1804-ün yanvarında işğal edilir. Dərhal xanlıq idarə üsulu ləğv olunur, çünki əhali Cavad xanın başçılığı ilə çox ciddi müqavimət göstərmişdi. Məhz buna görə də dərhal ləğv olunmuşdu və 1-ci Rus-Qacar müharibəsinin gedişində də oranı komendantlar idarə edirdi. Əyalətlərin komendantlar tərəfindən idarə olunması az öncə qeyd elədim ki, komendantlıq rejimi onsuz da var idi, istər 1-ci, istərsə 2-ci Rus-Qacar müharibəsi dövründə və sonrasında. 2-3 çıxdınız beləcə. Qubada yerli bəylərdən ibarət əyalət şurası mövcud idi 1-ci Rus-Qacar müharibəsi dövründə 1806-da. Bir sıra Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi məhz oxşar yenə xüsusiyyətdir və sadəcə 1-4 olur burada doğru cavabımız. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisələrin xronoloji ardıcıllığı Naxçıvan General Qubernatorluğu 1919 fevralında 4-cü hökumət. Hökumət Gəncədən Bakıya köçürülür 18-ci ilin sentyabrın 17-sində. Batum müqaviləsi 1918 4 iyun tarixində. Gürcüstanla hərbi müdafiə paktı, hansı ki bu Denikin təhlükəsinə qarşı idi. 19-cu ilin iyunda imzalanmışdı. Və biz 3 ilə başlasaq 3, 2, 1, 4 doğru ardıcıllığımız olardı. Heydər Əliyevin birinci prezidentliyi Azərbaycan Respublikasında 1993-1998-ci illəri əhatə edir. Torpaq islahatı haqqında qanun 96-dır. Parlament seçkiləri ilə ilk dəfə Heydər Əliyevin dövründə 95 noyabrın 12-sində keçirilmişdir. Deməli, 1-2 uyğundur. Referendumun keçirilməsi, ilk referendum 2002-dir, sonrasında 2009-16-cı illərdə uyğun gəlmir. İlk bələdiyyə seçkiləri 99-dur, uyğun gəlmir. Klassik feodalizm dövrü əhatə edir 11-15-ci əsrləri. Bizans imperiyası erkən orta əsrlərdə yaranıb 395-dən, yəni var idi onsuz da. Teymurilər dövlətinin yaranması 1370-dir, içini qeyd eləmək olar. Dehli 1206 qeyd eləmək olar. Böyük Moğol 1526 son orta əsrlər dövrünə düşür. Frank imperiyası formalaşıb 800-cü ildə. Yəni cavabımız olur 2-3. Digər sualımız uyğunluq idi. Amurun sol sahilini öz ərazisinə qatması Rusiya bu 1858 Ayqın müqaviləsindədir. 1-ci Rus inqilabı 1905-də başlayır, 1-ə gedir bu. Məhkəmə islahatı yoxdur, 2-ci Aleksandrın dövründə 64-də keçirilmişdi, uyğun gəlmir. Qafqazda canişinlik vəzifəsinin təsis edilməsi 1844 uyğun gəlir. Şimali Qafqazın işğalının baş çatdırılması 1864 uyğun gəlmir. 1B, 2A, 3D variantı olur. Situasiya ilə tanış olun və daha sonra mən bunun düzgün cavablarını sizinlə paylaşım. Videonu dayandıraraq baxa bilərsiniz. Demək, situasiya ilə tanış olduğumuza görə qeyd edərdim ki, OTK və yaxud da Dövlət İmtahan Mərkəzinin DİM 20 sınaq tarix test izahları da kanalımızda yerləşdirilir və bundan sonra da videolar yenə kanalımıza yüklənəcək. Yəni kanala abunə olub bildirimləri açmağı unutmayın. Haqqında bəhs edilən müqavilə Georgias müqaviləsidir və burada haqqında bəhs edilən müqavilədə Rusiyanın mənbədə verilməyən siyasi vədindən birini yazın. Belə ki, burada yazılıbdır ki, bunun qarşılığında onları lazım gələrsə öz himayəsi altına götürməyə söz verdi. Yəni Rusiya himayəçiliyi qeyd olunubdur. Digər siyasi vədi nə ola bilərdi? Hansı ki, Rusiya həmin xanlıqların daxili müstəqilliyinə toxunmur. Çünki onlar bax müqavilədə bu öz əksini tapmışdı. Traktat və yaxud da müqavilə adlanır bu.
Həmçinin onları Qacar və Osmanlı təhlükəsindən qorumağı vəd eləmişdi. Bunu da qeyd eləmək olar. Ümumiyyətlə, hər hansı bir əlavəniz sualınız olarsa, şərh bölümündə qeyd edin, müzakirə edək. Haqqında bəhs edilən müqavilədə həyata keçirilməsi nəzərdə tutulan 2 dənə iqtisadi tədbir. İqtisadi tədbir olaraq deyə bilərik ki, Cənubi Qafqazda ticarətin inkişafına sövq edilmişdi. Bax, bu müqavilə ticarətin inkişafı üçün təminat verirdi Rusiya. Həmçinin Xəzər dənizində gəmiçilik inkişaf elətdirilməli idi. Həmin bu 2 iqtisadi vədi qeyd etmək olar. Bu və ya buna bənzər fikirlər də yazmaq olar həmçinin. Və beləcə testimizin izahına sonuna gəlirik. İmtahanda sizlərə uğurlar. Hər kəsə bol şans. Sağ olun, salamat qalın.